sağ ol. Size teşekkür ederim ki bizi geçmiş günlere qaytardınız. Yaxında da o Sovet Kəndi qəzeti, orada çalışan bizim əməkdaşlar, mən de oraya gəlib gedirdim. Və dünəndən bəri də elə əlaqə saxladıq, elədik. Asif Quliyev gələ bilmədi, Aqil Abbasın parlamentdə iclası var. Başqa dostlara da deyilib, yəqin gəlib çıxacaqlar. Sağ olsun, Sədaqət xanım da kömək elədi, Vaqif Bəhmənli kömək elədi. Müzəffər müəllimi tapmağa, Rüstəmi tapmağa, Telman müəllimlə də özüm danışdım. Bugün bu soyuq havada biz Arif müəllimin həm ötən 85 illiyin qeyd eləməyə yığışmışıq, həm onun yeni kitabının, Tövləşən Vətənim kitabının təqdimatına yığışmışıq. Arif müəllim barədə bir balaca deyim ki, Arif Əbdüloğlu İsmailov 1939-cu ildə Bakının Maşdava qəsəbəsində Ziyalı ailəsində dünyaya göz açıb. 1958-ci ildə Cabbarlı orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. Təhsil illərində həm də universitet qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. O, 1963-cü ildə ali təhsil başa vurulub, göndərişlə Zaqatalada çıxan rayonlar arası Qırmızı Bayraq qəzetində işə başlamışdır. 3 il sonra Sovet Kəndi qəzeti redaksiyasına dəvət almışdır. Və Sovet Kəndində uzun illər çalışdı Arif müəllim. Ondan da bağlı Sovet Kəndindəki fəaliyyət 70-80-ci illərdə Sovet Kəndi qəzetində deməli, bayram və xüsusi nömrələrin həm məzmunca, həm də formaca hazırlanması əksər hallarda Arif müəllimə tapşırılıb. Almaniya, Çexoslovakiya, Estoniya, Ukrayna və SSR-dən müxtəlif janrlı məktublar, Azərbaycan və Estoniya sağcılarının yarışını Sovetskaya, Estoniya və Sovet Kəndi qəzetlərində müntəzəm işıqlandırmaq, SSR Xalq Təsərrüfatı nailiyyətləri sərgisindən qabaqcıl təcrübəni Sovet Kəndi qəzetində uzun illər işıqlandırmaq və bununla da bağlı sərginin 3 qızıl və 2 gümüş medalını alıb Arif müəllim. Xalqlar dostluğundan bəhs edən müxtəlif janrlı yazıları 79-cu ildə Azərbaycan Jurnalistlər İttifaqının Qızıl Qələm mükafatına layiq görülüb. Özü dediyi kimi Qızıl Qələm o vaxt çox samballı-ydı. İndi son illərdə Qızıl Qələmi hər kəsə verirdilər, biz onun qarşısını aldıq. Mətbuat Şurası Sovet Kəndi 50 illüstrasiyalı kitabın tərtibatçısı olub, qəzet üçün müntəzəm tərcümə materialları hazırlayıb. Qəzetdə xeyli rubrikalarla çıxış edib. Bu, Sovet kəndindəki fəaliyyət, amma bədii fəaliyyətlə də bağlı, onu deyim ki, ilk şeir və məqalələri Universitet qəzetində dərc olunub. Xalq şairi Bəxtiyar Vahabzadənin 1960-cı ildə tərtib etdiyi Aprel Çiçəkləri almanatında 2 şeiri verilib. Həmin il Azərnəşrin çap etdiyi Mənzərin Kəhrizi Oçek kitabının 2-ci müəllifidir. Xalqlar dostluğundan bəhs edən müxtəlif janrlı yazıları çap olunub. Sonra Gəncə Basar Düzümçülüyün inkişafından bəhs edən Yamacılarda Xəzinə kitabı da 79-cu ildə çap olunub. 2019-cu ildə işıq üzü görmüş Vətəndir sevdiyim, sevdiyim yer Arif Abdulovun ilk şeirlər kitabıdır. Bugün isə gördüyümüz bizim zəfərimizdən sonra işıq üzü görən Tövləşən Vətənim kitabıdır. O da indi burada mən söz verəcəm, çıxış eləyənlər danışacaqlar. Arif müəllimə bir daha təşəkkür edirəm. Burada onun doğmaları, əzləri gəlmişlər, bayaq güllər gətiriblər sizə. Onun ailə üzvləri, Arif müəllim bütün bu jurnalist fəaliyyəti ilə həm də gözəl ailə başçısıdır. Uzun illər ki, biraz Gülşən işin olub, Dübəndiyə sığınıb, hərdən mən də oraya gedəndə görürəm Arif müəllimi. Amma onun gözəl bir ailə başçısı olmasını bizim üçün də bir qürurdur. Həyat yoldaşı buradadır. Oğlu Rövşən, Azər gəlməyib. Amma eyni zamanda onun qızı Nərgiz xanım İsmailova məni ilk dəfə üzbəyiz gördü. O, Azərbaycanda görüşmüşük bizə. Onu yadıma salarsınız. Yüksəliş müsabiqəsinin qalibi olub, hazırda bizim qürur duyduğumuz Xan kəndində Qarabağ Universitetinin prorektor vəzifəsində çalışır. Bunlar öz yerində, amma bir minnətdarlıq duyğusu, vəfa, etibar, atıya qarşı, valideynə qarşı hörmət və ehtiramın bariz nümunəsini həm də Nərgiz xanımda gördüm. O da çox xoş gəlib Xan kəndindən. Orada qar idi, burada da biraz qar var idi. Deməli, bir daha hamınızı salamlayıram. Yəqin gecikən bizim keçmiş həmkarlarımızdan
yenə gələn olacaq. İlk sözü Bütövləşən Vətənim kitabına bizim hörmətli filologiya elmləri doktoru, əməkdar müəllim Telman Cəfərov ön söz yazıb. İstəyirəm elə tədbirimizi də Telman müəllimin çıxışı ilə başlayır. Gələn sahibləri, əziz tələbələr, bu məkanda tədbirin keçirilməsi məni çox sevindirir. İlk dəfədir buradayım və Azərbaycanda belə bir mətbuat işçilərinin, yaradıcı adamların evinin olması təbii ki, biz üçün qürur verici bir məqamdır. Çünki söz adamı, yaradıcı adam doğrudan onun özünün sözünü deyə biləcəyi, eyni düşüncə, ideya sahiblərinin bir yerdə oturub fikir mübadiləsi aparmaq üçün məkanların olması, yəni profesional şəkildə ürəkdən, ürək sözünü demək üçün yerlər olmasının böyük əhəmiyyəti var. Və inanın ki, mən bu kitabla nəşriyyata daxil olmuşdu bu kitab və mənə işçilərimiz deyəndə ki, bu kitaba ön söz yazmaq lazımdır. Təbii ki, indi çox yazılar, əl yazmalar gəlir nəşriyyata. Amma bu yazılar da daha çox Qarabağ mövzusu ilə bağlı, bizim zəfərimizlə bağlı yazılar indi çox adam yazır. Amma mən baxanda ki, bu müəllifin böyük həyat təcrübəsi var və buradakı mövzular çox düşündürücü mövzulardır və səthi mövzular deyil. Çünki burada həm Qarabağ mövzusu var, Şuşanın azad olunması var, burada Bakının köhnə ermənilər tərəfindən Bakıda törədilən soyqırım məsələsi var, Azərbaycan-Türkiyə dostluğu məsələsi var və bizim millətimizə, tariximizə, milli xarakterimizə səciyyəvi olan bəzi məqamlar var ki, o qoçular məsələsidir, digər o tariximizdir və bizim mentalitetinə, məişətinə, milli məişətinə bağlı məsələlər vardır ki, bilirsiniz, bu məsələlər də çox vacib məsələlərdir. Çünki bilirsiniz, indi mən biraz son vaxtlar düzdür, müəllim olsam da, filolog olsam da, son vaxtlar nəysə bu Türk Dövlətləri Birliyi ideyası ortaya çıxandan sonra mən Türk tarixi mədəni tipi ilə bağlı indi bununla məşğul oluram və dünya sivilizasiyaları tarixi, mədəniyyətlər tarixi, bu biraz ədəbiyyatına bağlı, ədəbi mətnlərlə, mətnşünaslıq işidir. Həm də tarix işidir, həm də filolog işidir. Yəni, Lixaçov var, Rusların böyük bir alimidir. Düzdür, onun müəyyən təbahətləri də var. Çünki o, Sovet dövründə deyirdi ki, Rusların böyük çölünə, Türk xalqları ilə heç bir əlaqələri olmayırdı. İnkar eləmək üçün Türk tarixi. Amma onun yaxşı bir sözü var, deyir ki, yaxşı filolog həm də yaxşı tarixçi olmalıdır. Yaxşı filolog həm də yaxşı tarixçi olmalıdır. Yəni, tarixi bilmədən mümkün deyil, sən söz adamı, ədəbiyyat adamı nəysə yazsın. Hər şeyin kökü olmalıdır. Ümumiyyətlə, tarix elminə, bilirsiniz, indi son vaxtlar xaricdə yanaşma elə də müsbət deyil. Çünki tarixi o günə salırlar ki, tarix ideologiyanın qurbanına çevrilirdi. Və ümumiyyətlə, məsələn, Çində, Singapurda, Malayziyada, ümumiyyətlə, deyəndə tarixçilər qaçıb gizlənirlər. Gərək tarixçilərin yanında arxeologlar olsun, etnograflar olsun ki, onlar, çünki bunlar sübutuna, yəni bunların əlində material var. Və son vaxtlar eyni zamanda biz bir dəstə var, Moskva Dövlət Xarici Dillər Universiteti və Almatada, Astanada qrup var, Türk-Slavika deyilən bir qrup var. O da Oğuz Süleymanovun müəyyən elədiyi Türk-Turan avarasiyasıdır və Türk-Slavika elmi istiqamətidir. İndi bu il biz Az və Ya kitabının 50 illiyini qeyd edəcəyik və bununla bağlı Astanada böyük bir konferans olacaq. İndi mən də təbii ki, hazırlaşıram o konferansa. Siz də səbir edin, bu kontekstdə belə bir kitabın əlimə düşməsi mən üçün bir material oldu ki, bunu biz Azərbaycanımızın tarixi ilə, müasir tariximiz ilə
bağlayan, eyni zamanda Svetoxovskinin də o Rusiya-Azərbaycanı kitabı var. Onu da həmin müddətdə mən almışdım, oxuyurdum. Yəni siz təsəvvür edin, nə qədər assosiasiyalar beyində formalaşır və bunlar hamısı üst-üstə gəlir. Çox uzaqdan gəlir. Və inanın ki, yəni indi belə götürəndə, indi bu saat elmdə nə baş verir? Humanitar elm sahələrində və əlaqəli elm sahələrində, məsələn, ədəbiyyatdır, tarixdir, dilçilikdir. Bunların fövqündə duran bir sahə var, kulturologiya. Və bu kulturologiya ilə bağlı əlaqəli sahələr var. Etnopsixologiyadır, ondan sonra lingva didaktikadır, etnopsixologiyadır. Və bunlar hamısı bir-birinə bağlıdırlar. Və o Huntington'un, Amerikanın indi bu saat sivilizasiyalarına bağlı, kulturologiya ilə bunu ən çox istinad olan adamlardır Samuel Huntington'dur. O da deyir ki, müasir sivilizasiya tarixi bu mədəniyyətlərin tarixidir. İndi siz baxın, indi başlayıblar elmdə yenə də milli kimlik məsələsini ortaya çıxartmağa. Əgər ki, bu kitablar olmazsa, Arif müəllimin etnografik təsvirləridir bu. Siz təsəvvür edin, bizim Bakının ətrafında 32 kənd var ki, onların da ən qədimlərindən, ən zənginlərindən, bütün cəhətlərdən o da Maştağa kəndidir. Yəni, siz təsəvvür edin, bax, biz öz mədəniyyətimizi, öz tariximizi, öz kimliyimizi, öz mentalitetimizi, xarakterimizi, Azərbaycan insanının xarakterini təqdim eləmək üçün bu cür bizim vəsaitlər lazımdır. Bayaqları yenə dedim, mən Rəşad müəllim bir status qoymuşdu, Agil Abbasın o Ağdam bazarına bağlı bir hekayə idi. Onu axıra gəlir oxudum və ləzzət verdi mənə. Mən statusda qeyd elədim, dedim, müəllim, biz yardımımızdan çıxır ki, bir var torpağı qazasan oradan nəysə tapasan, alətlər tapasan, qədim bir şarkılar tapasan, nişanələr tapasan. Bir var etnografiya, etnologiya, etnolojik bir də var ki, sözün yaddaşı. Yəni, biz bilirsiniz də, bu Olcasın son kitabında Yazıq Pisma, yazının dili, Aziyanın özündə də. Yəni, sözün arxeologiyası var. O sözün, deyək ki, bilirsiniz, Azərbaycanda nə qədər qərb-üstü yazılar var idi, nə qədər, deyək ki, indi türklərin ağırlığı yerində biz dəridə, ağacda hər şeyi yazmışıq, o da itib gedibdir. Ona görə də ən azından biz yaddaş da kimin, yaddaş söz kimdən, kimdir sahibi? İnsandır. 85 yaşı var ağsaqqalı. Yəni biz, nə yaxşı ki bu kitabı yazdınız siz. Allah sizə can sağlığı versin. Allah ömrünüzü uzun eləsin. Yəni bax, mən fikirləşirəm ki, indi Rəşad müəllim bizim öndə olan ziyalılarımızdandır, sözü hər yerdə eşidilir. Maştağanı biz, bax o dediyim o kulturologiya mərkəzlərimizdən birinə çevirməliyik. Maştağa kimi kəndlərini, onlar muzey olmalıdır. Biz harada nəyimiz var, yığmalıyıq, tapmalıyıq. Neysə, bunun yolunu tapmalıyıq. Biz, bilirsiniz necə, valla nə deyim, yəni bu mövzular hamısı ağırlı mövzulardır. Məsələn, mən üzv istəyirəm, bugün Azərbaycanda hamı danışır ki, məsələn, filan dil lazımdır, filan şey lazımdır. Mən bu yaxınlarda, yəni 21 fevraldan 24-nə qədər mən Abu Dhabi'də böyük bir konferansda, orada yəni master-class formatında mən yəni orada bir 20-dən artıq ölkə öz təhsil modellərini təqdim edirlər. Mən yenə də başa düşdüm ki, əminliklə, onun statusdur, hər bir ölkə, hər bir xalq, onun orta məktəbi, onun öz dilində olmalıdır. Onun öz dilində olmalıdır. Məsələn, mən indi burada auditoriya deyəm, mən Ruslarda, yəni ki, o təhsil konsepsiyası ilə məşğul olan, dillə məşğul olan adamlarla görüşümdən belə başa düşdüm ki, qardaşım, bizim təhsilimizdə nə var, onun məzmunu, xarakteri, onun Rusun etkefinə də deyil. Yəni, biz burada özümüzü qırırıq. Amma qardaş, qırmaq lazım deyil, bu kitabları yaratmaq lazım, bu standartlarında işləmək lazımdır. Sən işi görməlisən, biz danışırıq. Yəni, mən bizim söz qəhrəmanıyıq, dil qəhrəmanıyıq. Amma yəni bunları eləmək lazım. Bax, o muzeylərdə yaratmaq lazım, bu cür kitabları da çap eləmək lazımdır. Bax, bu yaddaşımızı təzələməli, nə eləməli. Yəni, bunlar
Və mən təbii ki, amma indi kitabdan danışasan, kitaba istinad eləməyəsəm, o da biraz şeirlərdən... Siz danışa, mən burada iki dənə şeirlər, onları oxumaq istəyirəm. Onda siz, özünü oxuyasınız. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Peyman müəllim oradan da zəngin biliyi var, təhsil sahəsində 525-də də məqalələri tez-tez çap olunur. Çox sağ olun ki, bu kitaba da belə ön söz yazmışsınız. Kitabda da doğrudan sizin stat gətirdiyiniz həm maşlağı haqqında bir bənd var. 32 kəndin böyük qardaşı, Bakının arxası mərd silahdaşı, burada buxovlanıb düşmənin başı, bir daha yadına sal, amaşlağam, yollar aydıcında qalam aşlağam. Və yaxud burada da eyni zamanda bizim əziz Şuşa haqqında, Şuşa bizim qeyrətimiz, Şuşa bizim sərvətimiz, Şuşa qaynar qanımızda, Şuşa candır canımızda, Şuşasız olar mı vətən? Şuşa mənəm, odur sənsən. Doğrudan da bax bu misralar, Şuşanın hamımız olması, Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, Şuşa bizim şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına alındı və mən 14 dəfə Şuşada olmuşam və Cənab Prezident deyəndə ki, mən dünyanın bütün gözəl şəhərlərini görmüşəm, amma Şuşaya bənzər şəhər görməmişəm. Mən 2021-ci ilin may ayının 12-sində hönkür-hönkür ağlamışdım və Arif müəllimin də deməli şeirlərindən bu misralar da həmin ovqatın təsiridir. İndi Aqil Abbas zəng vurur, mənimlə danışaram, yəqin bircə dəqiqə. Aqil müəllim, alo, biz tədbirdəyik, sən yəqin iclasdasan gələnmirsən, amma Arif müəllim də yadımdadır, səsini qoyuram, eşidəcək hamı, danış bir-iki kəlmə təbrik elə. Arif müəllim, öpürəm Arif müəllimi. Bizim həmişə Azərqanlı zanım, yüksək bir yetişləmişdik, ondan öyrənmişdik. Həqiqətən təsərrüfatı var ki, nələr yoxdur. Doğru ilə yanı qədində Arif müəllim təbrik edir. Mən sevindim ki, onun qızı Qarabağ Universitetindən getdim, orada tanış oldum. Qarabağ Universitetində prorektoru çox sevindim, çox sevindim. Çox sağ ol, Aqil müəllim. Burada hamımız Arif müəllim də eşidir səsini, elə Nərgiz xanım da buradadır. Rasimin operatoru da çəkir, tarixə salır. Aqil müəllim, minnətdaram xoş sözlərinizə görə. İnşallah görüşəndə daha ətraflı danışarıq, inşallah. İnşallah görüşərik, prost iclasıdır. Sağ ol, Aqil müəllim. Təşəkkür edirəm, minnətdarım, sağ ol, sağ ol. Görsən nə gözəl yerinə düşdü Aqil müəllimin də zəngi. Mən indi istəyirəm ki, bizim Mətbuat Şurasının diplomunu Arif müəllimə təqdim edeyim. Biz deməli, belə bir mətin yazmışıq. Azərbaycan mətbuatında uzun müddətli səmərəli fəaliyyətinə, bədii publisistik fikrinin inkişafına yönələn xidmətlərinə görə və 85 illik yubileyi münasibəti ilə təltif edilir. Təbrik edirəm, Arif müəllim, icazə verin. Təbrik edirəm, təbrik edirəm. O, çəkir. Mən də keçib tərəfdən, sağ ol. Minnətdaram. İdeyə baxın, bura. Təbrik edin, təbrik edin, yarına. Biz vaxtı ilə Sovet kəndinin mədəniyyət sahəsində çalışan, mənim şeirlərimi də çap eləmişdi, yanımdadır. Vaqif Əhmədliyə verəm. Vaqif mənim, buyurun. Sağ olun. Təşəkkür edirəm Rəşad müəllimə ki, belə bir gözəl tədbirə dəvət edib məni. Və mənim üçün bugün çox əlamətdir. Bugün yox, ancaq bugünü eşidəndə, bu xəbəri eşidəndən üzvləri mənim üçün çox əlamətlərdir və elə hesab edir ki, ömrümün çox gözəl illərini yenidən xatırladım, yenidən görmüş sabahı gətirdim. Əslində, burada Arif müəllimin bu məclisində söz demək haqqı Müzəffər müəllimə, Sədaqət xanıma, Rüstəm müəllimə daha çox. Çünki mən gələndə artıq bu kollektiv oradaydı, onlar bir yerdə çalışdı. Bəlkə də elə bir 10 ilə yaxınlaşırdı, bəlkə də biraz az, 5 il qaldı belə. Artıq bir yerdə çalışırdılar. Doğrudan da böyük, bütün bizim mətbuat orqanları, bütün qəzetlərimiz, deyək ki, Əkinçi qəzetinin övladlarıdır.
Həsən bəy Zərdabinin yaratdığı. Amma birbaşa olaraq Sovet kəndi qəzeti deyilən qəzet həqiqətən o qəzetin davamçısı olur. Yəni bunu ayrıca fikirləşmək olmaz. Həm mövzu etibarilə, həm istiqamət etibarilə Sovet kəndi Əkinçi qəzetinin inkişaf eləmiş bir forması idi bizim vaxtımızda. Və mən gələndə mənim qələm dostlarım çalışırdılar. Hardasa mənim 25 yaşım var idi. 79-un, 78-ci ilin axırında gəldim. Oktyabr ayında mən Sovet kəndi qəzetinə və bizim rəhmətli Nəriman Zeynalov qəzetin redaktoru idi. Onun Fazıl Sadıqovun özü də yüksək mədəniyyətli bir insan olmuşdur. Onlar Müzəffər müəllim, Sədaqət xanım Rüstəm onun zamanında gəlmişdilər. Sonra da biz Mehman Cavadoğlu, Firuz Bədəlov, Rövşən Bəkirov, Etibar Müsəliyev, sonra Tofiq Şirinov. Cavid Xaspoladov. Cavid Xaspoladov. Bunlar da sonra dəstəklə gəldik biz ora. Və Loğman Rəşidzadə bir yerdə çalışmağa başladı. Və oradan mən Arif müəllimin nə qədər peşəkar, nə qədər qüdrətli bir jurnalist olduğunu mən orada hiss elədim, gördüm. Arif müəllim bizim o redaksiyanın təsdiq edərlər mənim fikrimi, bizim redaksiyanın yaraşığı həqiqətən. Həm demək, belə düstəsi etibarilə, həm yorulmazlığı etibarilə. Mən Arif müəllimin bir dəfə yorulduğunu, bir dəfə hansı bir işdənsə, bu yaradıcı işdən imtina elədiyini mən şahidi olmadım və görmədim. Rəhmətli Nəriman müəllim fəxr edirdi Arif İsmailovun redaksiyada işləməklə. Od parçası idi. Arif və doğrudan da o zaman Sədaqət xanım, Müzəffər müəllim, Rüstəm təsdiq edirlər. O zaman Azərbaycan həyatı kənddən ibarət edir. Heydər Əliyev elə bir ulu öndərimiz elə bir istiqamət götürmüşdü ki, bütün proseslər kənddə gedir. Birdən olurdu ki, bizim qəzetdə o Moskvadan gəlirdi bunlardan. Orden medalların, nə bilim, Qırmızı Əhməd bayraq ordeni, Lenin ordeni, onların siyahlarını biz bir ay çap edirdik, o siyahlar tutardı. O elə belə deyil, bunlardan oradan alınırdı o. O senəsində Qırmızı Əhməd bayrağı ordeni olan əmək qəhrəmanı ölüm işinə getdi, o işi bağlayırdılar. Yəni, o böyük nüfuzlu bir şeydir. Onlara çoxlu maşınlar verirdilər, jügüllər, qatlar belə də. Çox zamanda o jügülləri öz qiymətini alıb, daha qiymətə satırdılar, yəni onların əvəzini alırdılar bunu. Və o proseslərin hamısında, yəni o kənd təsərrüfatı mövzusu, xüsusən heyvandarlıq məsələləri ilə bağlı, onların hamısı Arif müəllimin çiynindəydi. Yəni, o onun öz sahəsi idi, çəkdiyi sahədir, mən bunu qoyuram bir qırağa. Ümumiyyətlə, Sovet kəndi qəzetinin simasının dəyişməsində, o qəzetin formasının yenilənməsində, o qəzetin elitar bir qəzetə çevrilməyində Arif müəllim çox böyük rolu var. Mən şəxsən, indi mən özümü, Rəşad müəllim də bilir, mən özümü çox yaxşı kitab tərtibatçısı bilirəm, özümü də. Eyni zamanda istənilən bir qəzetin maketini mən tuzum, onların hamısını mən Arif müəllimə vermişdim. Və bir yerdə biz tapşırırdı, elə bizim hamımıza tapşırılırdı, bayram nömrələri olurdu. Məsələn, biz bahar bayramı ilə bağlı belə bir nömrə buraxdıq. Sabirin şeiri əsasında, onun deməli ideyası mənimdir, amma qəzetin formalaşması, həmən nömrənin formalaşması Arif müəllim eləmişdi. Belə idi, Gəl-Gəlayaz günləri baş məqalənin adı idi. İlin əziz günləri Novruz bayramı müqəddəsliyi haqqında bir məqalə ilə davam edir. Sonra Dağda Ərif qarıları Dağlıq rayonu, Dağ kəndindən yazı idi. Bağda Ərif qarıları bağbanların həyatından başlayan bir məqalə. Bu olub 40 il bundan qabaq. Necə də yadında Sonra yadıma düşdü həmin nömrə. Taxırlar tel-tel olsun, yarpağı ləsə-ləsə uşaq bağçası haqqında. Ona aiddə illüstrasiyalar verir. Qəşəng eləmişdə, ləzzətli bir qəzetdir. Yəni, belə uzun bizim xatırlayarıq zalımız var idi. Nəriman müəllim hər həftə letuşkalar keçirdirdi. Biz əməlli başlı təhlilçilər idik.
Yəni hər nömrənin özünün ayrıca bir redaktoru olurdu, oxuyurdu, izah edirdi, təhlil edirdi. Sonra digər əməkdaşlar, onların məruzəsindən başqa öz rəylərini bildirirdilər. Əməlli başlı ora leçuka deyirdik də biz. Əməlli başlı elə bir ki, bir qəzet müzakirəsi idi. Və bütün o uğurlarımızı, mən demək istəyirəm ki, düzdür, Kənd Təsərrüfatı qəzeti idi. Məsələn, yadıma gəlir, Müzəffər müəllimlə Sədaqət xanım həm Müzəffər müəllim Xalq Nəzarəti səhifəsi buraxırdı, həm də məktublar səhifəsi. Bizim o məktublar səhifəsi bütün ölkədə səs salırdı. Yəni orada həm tənqidi çıxışlar, həm gililər, həm arzular. Bir də Vərəşət müəllim məni göndərdi Tiflisə, orada bir, deyəsən, Finlandiyadan bir məhəllə, vilayət qəzetinin də, elə bir rayon qəzetinin redaktoru çıxış elədi, deyir ki, bizim 25.000 tirajımız var, rayon qəzetinin 25.000 tirajı. Və ona sual verdilər ki, siz nədir oldu ki, bu tirajı belə şeylədir? Onun da artıq qəzetlərin tirajları düşmüşdü də, nədir eləmişsiniz ki, bu tirajı saxlamışsınız? Deyir, biz, bunun heç bir səbəbi yoxdur da, biz kimin evinin üstünü qar uçurtdu, oradan yazdı, kimin, nə bilim, həyatında nə bilim, cəmaatın içinə getdi. Adamlar orada özləri deyir, yazıldılar. Orada məcbur yoxdur ki, orada işmə deyə bilərsən, sən abuna yazıldı. Yəni, Sovet kəndi elə bir qəzetidir, xalqın həyatını yazıldı. Və Həsən Həsənov ideoloji katibidir o vaxtlar və qəzeti də hətta birdən bizdən şikayət doğururdu ki, bu qəzetin kənd qəzetidir, bunun 3 səhifəsi mədəniyyətdəndir, tarix abidələrdəndir, təbiətdəndir, xalqın səsidir, filandır. Yəni, belə şeylər də olurdu, kömək, dəstək də var idi. Ama bilirsən, kənd ziyarısı, o barədə Kənd, Sovet kəndi təsərrüfat deyir ki, bu mədəniyyətidir. Asım müəllimin qələminin gücü bizə bəllidir, onun yüksək zövqü bizə bəllidir. İndi sözün açığı, mən şeirləri haqqında elə bir dərin bilgim yoxdur və bu da mənim üçün çox böyük bir müjdə oldu, xəbər oldu ki, mən bir insan kimi Arif müəllim haqqında çox üzr istəyirəm, çünki xatirələr çoxdur, 10 il bir yerdə işləmişik. Sonra da çox biz məsələlərdə bir yerdə olmuşuq, fikir mübadiləsi eləmişik. Arif müəllim Qızıl qələm mükafatı alanda bir yaxlar çox haqlı olaraq qeyd elədiniz ki, o çox böyük bir mükafatıdır. Belə, yəni onu hər adama verirlər. Onu Rüstəm müəllim də alıb, Sədaqət xanım da alıb, Müzəffər müəllim də alıb. Amma sonraki mərhələdə. Bu, bizim redaksiyada bəlkə də birinci adamıdır Arif müəllim, o Qızıl qələmi alır. Bizi yığdı, bir yadıma gəlir, avtobus var idi, ondan indi Dərinəgül yolu bir tərəfli yoludur da. Oradan birbaşa düz Zeytun restoranına hamımız getdik, hamımız. Gör var mənim nələr yazdı. məndən başqa. Mən gələ bilməm. Yox, niyə siz də gəldiniz? Xəstələnmiş. Çox, ola bilməz. Yox, mən xəstələnmişim, gələ bilməm. Çox yorulmuşum orada yadımızda. Təşkil eləmişdim, amma Sarkozun gələ həyatında bilmədim. Nərman Zeynalov başda olmağına, Şahin Quliyev, Kərim Rəfizadə, Hakim Şüküfə xanım, bizim hamımız da... O Qızıl qələmin qonaqlığı. Təşkil elədi, ertəsi gün olmağa bu xəstələndim. Çox gözəl, yəni o vaxtı doğrudan jurnalistlərin bir-birinin uğuruna sevinməyi də başqa cürüdür. Bunlar hamısı nostalgiyadır, amma ki, çox yaxşı şeydir də, xüsbətdir ki, biz bunları edirik. Sonra elə oldu ki, bizim Koroğlu kooperativimiz, Koroğluydu, kooperativimiz vardı, bağçılıq, Dübəndidə. Deməli, Arif müəllim, mən də bir qısa müddət mən də redaktor oldum, onda qəzetdən azad da dəyişmişdi. Elə mən işə gəldim, ikinci günü Arif müəllim gəldi ki, bəs ərizə mən gedirəm. Deyirəm, niyə deyir ki, bir neçə canavar bir-biri ilə şey eləyəndə, çəkişəndə, bir şir gəlir, pay götürür, gedir. Deyir, sən şir kimi gəldin bura. Həqiqətən də məndən daha çox Sədaqət xanımın, Müzəffər müəllimin, Arif müəllimin, Rüstəm müəllimin o qəzetdə redaktor olmağa haqqı vardı. Yəni, belə götürəndə də, düzdür, mən də işləmişdim, böyük əmək sərf eləmişdim. Amma bunlar
təmiz Yox, mən artıq Azərbaycan qəzetində idim. Siz oradaydınız. Məndən sonra olub Hə, olar. də bilirəm. Əvvəl gedən mən oldum. Yəni bu şeyi də demək istəyirəm ki, vaxtında ayrılmaq mən çox təəssüf elədim. Çünki mən istəyirdim ki, Arif müəllimlə işləyim, mavin olsun, nə bilim, mənim qoyublar da. Onu da Müzamil Abdullayev zəng eləmişdi Sabir Rüstəm Xanlıya ki, mavin redaktor lazımdır. Sabirin də yadda mən düşmüşdüm, demişdi ki, onsuz da orada işləyib də. Yəni məndən daxil bir şey deyil. Amma yenə də deyirəm, getdi, sübut elədi ki, təkcə yazmaq yox, o həyat, kənd həyatını insan bir parça torpağın üstündə də düzəldə bilər. Mən Rəşad müəllimlə getdik Arif müəllimin həyətinə. İlahi orada nələr yox olur. Zəfərandan tutmuş, nə bilim, calaq ağaçlar, üzümlər. Hətta mən eləməzdim ki, oradan o qazanç da götürür. Mənə elə gəldi ki, oradan cəmizə də bir yekə xiyar getdi, dərdi. Qabaq həyətdə bir yerdə xiyarlıqla dəymişdi. Yılda oradan pomidor xiyar gətirdik. Səhrada yaradı bu. O vaxt heç kim yox idi orada. İndi maşallah ora qaynayır. Mən gördüm, Özdekin Arif müəllim doğrudan da ürəyi çox xeyirxahdır. Adam ondan ötürü canını verər. Yəni, gedib o bağın yanından keçəndə havaqda, ora adam salıb, nəsə bir çay verməmiş, yəni nəsə eləməmiş adamla nəsə. Yəni, mən həmişə Arif müəllimlə dostluğumla fəxr eləmişəm. Ona can sağlığı arzuluyuram. 85 yaşda elə-belə, Allah bizə 85 şey gətirsin, sizi də 100'ə çatdırsın. Allah can sağlığı arzuluyuram. Allah qoysa gələcək bağada. Qoyun da belə sarayla. Vay mən çox sağ ol. Vay mən almışlayam. Çok mənə də ləzzət elədi. Çox sağ ol. Hələ çoxu qaldı. Sədaqət xanıma söz vermək istəyirəm. Sədaqət xanım sizdən fərqli olaraq mətbuat şurasında olub, bir neçə dəfə tərbiyə Bir dəfə olmuşam. Bir dəfə. Təşəkkür edirəm hər kəsə. Bizi doğrudan nostalji hisslər bir məmləkətə apardınız bugün. Mən bayaq içəri girəndə ürəyim bilirsiniz necə döyündü. Elə bil ki, o epoxaya qayıtdım. 70-ci, 80-ci illərə və doğma Sovet kəndinin doğma sifətlərini görmək mənim üçün çox xoş idi. Gör, neçə ildir mən Vaqif müəllimi görmürdüm. Doğrudan çox sevindim. Rüstəmlə biz hərdən bir rastlaşırıq və bugün bu tədbirdə iştirak etmək doğrudan bizim üçün biraz həm kövrək anlar yaşadır bu tədbir, həm də bizim doğma o illərimizə bizi qaytardı və Vaqif müəllim danışdıqca mən fikirləşirəm ki, bizim Sovet kəndinin tarixini yaşatmaq lazımdır. Çox təəssüf, biz Əkinçinin tarixini necə uzun illər sonra başladıq, biz o tarixi, necə deyərlər, elmi cəhətdən öyrənməyə, vaxt gələcək ki, Sovet kəndi haqqında da tədqiqatlar aparılacaq. Mən burada gənc jurnalistlərin olmasından istifadə edərək istəyərdim, onlar həmin qəzeti hərdən bir vərəxləsinlər, o dövrün nəbzini hiss eləsinlər. Necə yaranmışdı o qəzet? Mənim yadımdadır ki, rəhmətlik Fazil Sadıqov haqqında, o işdən çıxanda onun haqqında demişlər ki, kristal kimi təmiz adamdır. Və bu kristal kimi təmiz adam, kristal kimi təmiz adamları işə qəbul edirdi. Və həmin adamlardan biri də Arif idi. Arifi Zaqataladakı jurnalistik fəaliyyətini görəndən sonra, onun yazıları ilə tanış olandan sonra Fazil müəllimi şəxsən Arif müəllimi dəvət eləmişdi. Və o cümlədən bir neçə nəfəri, Davud Dəmirli, orada doğrudan nəhənglər var idi də. Və mən də redaksiyaya gələndə, mən Vaqifgildən bir neçə il əvvəl gəlmişəm, 74-cü ildə. Siz 76-da gəldiniz. 78-də, mən 74-də gəldim. Mən redaksiyaya gələndə hiss elədim ki, burada doğrudan öyrənməli və həm deməli tərbiyəsi ilə, həm yazı yazmaq mədəniyyəti ilə, həm ümumiyyətlə insani mədəniyyəti ilə seçilən insanlar var və bu adamlar təkcə kollektivə yox, bütün Azərbaycana bir nümunə idilər. Çox az qəzetdən nəşr olunurdu. Bir neçə dövlət qəzeti var idi, o qəzetlərdən biz 3-cü idik də, say etibarı ilə bizi 3-cü sayırdılar, Kommunistdən, Bakraboçidən sonra. 250 min tirajı var. 250 min, bəli. Bilirəm, mən nə qədər cəhd elədim, orada işə girə bilmədim. Məni Fazil müəllim orada dəvət edənim, dəşidə gəl, sevinciyindən bilmirdim mən nə edeyim ki, hələ Amma mən sizi görmüşdüm, Ordubadinin 100 illiyində
lap gənc bir qız 5-ci kurs tələbəsi olanda. Birinci kurs tələbəsi olanda. Bəli. Fazil müəllim məni dəvət elədi və biz axı izləyirdik o dövrdə. Sovet Kəndi qəzetinin ən yaxşı oxucularından biri də mən idi. Mən daim oxuyurdum Arif müəllimin yazılarını, Davud Dəmirlinin yazılarını. O həmişə felyetonlar yazardı. Arif müəllim təsərrüfat sahəsindən daha çox yazırdı. O çirklər, zarissovkalar, bəli, heyvandarlıq dövrü idi, əkinçilik dövrü idi, həyat qaynayırdı. En çok okunan gazetlerden idi o. Bəli, şikayət məktublarının izi ilə gedilən dövr idi. Hər bir şikayət məktubunun arxasında dövlət dayanırdı. Tək redaksiya yox, biz hesabat verirdik. Bu məktuba cavab verildimi? Allah eləməsin, o məktuba cavab verilməsəydi, bizi cəza gözləyirdi. Bax, biz o dövrün adamları idik, o saflığı gətirirdik. Və sonra da gənclər gəldi, bəli, Vaqif Bəhmənli ilə, Loğman Rəşidzadə ilə, bu redaksiyalar, çox gənclər gəldi. Bilirsən nədir? Çox adam gəldi. Mehman, bəli. Amma yazıları ilə ən çox əlbəttə. Firuz Bədəlov. Yox, məndən bir il sonra mən o Feyruzla Müzəffər müəllimi öz dövrüm hesab edirəm. Biz demək olar ki, mən Müzəffər müəllimi mən təklif verdim ki, belə bir jurnalist var, özü də mükafatı nə ilə, stipendiyası nə idi? Nəriman Cabbarlı təqaüdü ilə bitirmiş, çox gözəl qələmli bir adam var. Yəni, gəldik və biz bir gözəl ailənin üzvləri idik. Bilirsiniz, elə bir ailə. Və bu ailədə Vaqif müəllim düz deyir, Arif xüsusi seçilirdi, səmimiyyəti ilə, gözəl söhbətlərlə, həmişə onun ətrafına yığışardıq. Onun otağı ən balaca otaq idi, yadınızdadırsa, o dar otaq. Bir dəfə də yandırdı, bəli. O otaqda... Aqil Abbasovun qəhrəmanı elədi. Biz hamımız oraya yığışardıq, çünki orada həyat qaynayırdı. Mütləq orada bizə lətifələr danışırdı, mütləq bizə çay dəmləyirdi. Və ən çox da əlbət bizim qızlarımız yadınızda da Səkinə, Gülçöhrə, Çimnaz və o qızların ən çox xətrini istədiyi adam da Arif idi və bir sirri də deyim ki, biz hamımız növbə gözləyirdik ki, haça bizim növbəmiz çatacaq, bizim yazılarımızı yazacaq bu qızlar. Arif növbəsiz idi. Arifə bütün həmişə yaşıl işıq yanırdı. Çünki bərəkətli idi. Onun olabaşı, çörək verən idi sözün əsl mənasında. Biz tənbəllikdən heç redaksiyaya yemək aparmazdıq. Həmişə o maçlağa çörəyi, lavaşı, pendiri həmişə olurdu. Bu insan başdan başa ruzi bərəkət idi. Və yazılarından da bir ruzi bərəkət yağırdı. Həmişə Arif müəllimin, mən olduğu kimi qeyd edeyim. Yazılarında həmişə, bilirsiniz necədir, bolluğa, firavanlığa çağırırdı və ondan elə qorxurdular yerlərdə. Arif müəllim gedirdisə əgər reydə, bir Müzəffər müəllimdən qorxurdular. Ən çox, xalq nəzarəti, özü reyləri, filyetonları, biz də Arif müəllimdən. Həmişə biz gedəndə bizi bir adam müşayiət edirdisə, bunları bir qrupdan müşayiət edirdik, birdən artıq əşk şey görməsinlər, təqib eləməsinlər. Bəli, tamamilə doğrudur. Və mən Arif müəllimin insani xüsusiyyətlərindən danışmaq istəyirəm ki, o Azər Rövşən adları mənim həmişə yadımdadırlar. O uşaqlarına... Şeiri var. Orada şeiri var Azər. Sən Rövşənsən Azər Rövşən. Bunu mən görmüşəm və Arifin Nərgizlərə olan sevgisini biz bütün redaksiya bilirdik. Və hər 8 martı bilmirəm, Maştağadan gətirildiğini... Nələr danışırlar bunlar? Bütün qızlar da çox az idi redaksiyada. 3 nəfər, biz 2 müxbir qadın idik, yaşlı qadın idik, Şükfə xanım, bir mən, bir də 3 qızımız var idi, bir də böyük xanım. Bizim redaksiya müdürü və bizim hamımıza Nərgiz bağışlayırdı və həmişə deyirdim ki, Nərgiz qədər heç bir gülü sevmirəm. Və mən bu günlərdə, sizin sözünüzə qüvvət, Qarabağ Universitetində idim, bir həftə bundan qabaq, Şuşada idim, Şuşa, Xankəndə, oraları Nərgizlə görüşməmişsiniz? Yox, mən Nərgizi birinci dəfə görürüm. Orada Qarabağ Universitetində nədənsə o arada mənə zəng elədiniz ki, bəs Arifin tədbiri olacaq. O saat Nərgiz yadıma düşdü. Heç bilmirdim Nərgiz orada işləyir. Amma o sevgi, bu elə belə sevgi deyildi. Arif mənim elə belə bilirsiniz necə,
torpağa sevgisini təkcə yazıları ilə bildirən adam deyil, Vaqifən düz deyir. Onun o cənnət bağı var. Hərçənd bizdə aldıq o Dübəndidə. Bizdən başqa heç kim orada bağ salmadı. Mənim bağım necə elə 2 kərpicdən ibarətdir, eləcə də qalıb. Amma Arif müəllim yeganə adamdır ki, orada bir cənnət yaratdı. Və həmişə cənnət və həmişə onun otağında çiçəklər olardı. Yadınızdadır Kitay qızıl gülləri. Həmişə üstündə qızıl gül olardı. Soruşarlar ki, bizim otaqlarda da var, onlar gül açmır. Sənin otağında niyə gül açır axı? Dedi, mənim o havamdır, ondan açır. Və gələk bu kitabın üstünə, mən çox fəxr edirəm ki, Arif müəllimin Vətəndir sevdiyim, sevildiyim yer kitabının redaktoru mən olmuşam. Və Arif müəllim redaksiyamıza gəlib bunu mənə təklif edəndə mən çox sevindim. Yəni, bilirsiniz nə mənada? Mən bilirdim Arif müəllim yazır. Ola bilməz ki, şair təbiətli olasan və şeir yazmayasan. Sadəcə olaraq sandıq ədəbiyyatı kimi saxlayıb uzun illər. Amma bu ürəyinin hökmü idi. Bilirsiniz, bizim çox hisslərimizi, bizim torpaqlarımızda gedən bu ədalətsizliklər, ermənilərin düşmənçiliyi, torpaqlarımızın əldən gedir. Bunlar o içəridə yatmış bu hissləri oyatdı. Və Arif müəllim yazmaya bilməzdi. Arif müəllimin ürəyi hökm elədi ki, yaz. Çünki həmişə sən yazmısan oçirklər, başqa janrlar, amma şeirin vaxtıdır. İndi biz silaha hamımız sarılmalıyıq və sarıldı, sağ olsun. Mənə ləzzət elədi bu kitab. Elə başlığından, görürsünüz, güya ilk baxışda çox adi başlıqdır. Vətəndir sevdiyim, sevildiyim yer. Doğrudan elədir də, bizim vətəndən başqa nəyimiz var? Biz onu göz bəbəyi kimi qorumalıyıq və elə səmimi, elə gözəl, elə ruhu oxşayan şeirlər, poemalar var burada. Mən Arif müəllimi ürəkdən təbrik elədim və biz o sevinci Müzəffər müəllimlə bərabər yaşadıq. Biz qəzetdə oxuyub və dostlarımıza hamısına zəng elədik, təbrik elədik Arif müəllimi. Və ikinci kitabı çıxanda mən dedim ki, burada deməli, necə deyərlər, bulaq qaynayır. Bu qaynayan bulaqdan hələ belə kitablar çox bizi şad eləyəcək. Üçüncü kitabında yazır. İnşallah, mən inanıram ki, o kitabının da bir təqdimatında iştirak edəcəyik. Arif müəllim, mən sizə uzun ömür arzu edirəm. Mən sizə uğurlar arzu edirəm. Allah sizə, deməli, ürəyinizdəki arzuları həyata keçirməyə ömür və can sağlığı versin. Və mənim əziz dostlarım, siz də çox sağ olun, mənə gözəl anlar yaşatdığınıza görə. Sağ olun. Sağ olun, Sədaqət xanım, sağ olun. Amma mən birdən bir Axal jurnalistlərin tədbirləri çox olur. Çoxu da ki, indi ümumi sözlər danışırlar. Amma siz, Arif müəllim, çox xoşbəxt adamsınız ki, səhərdən həm Vaqif müəllim, Sədaqət xanım, elə hadisələr danışırlar ki, mənim gözüm yaşardı bu iki məqamda. Bu cür sevgini, məhəbbəti qazanmaq elə belə iş deyil. Aradan neçə il keçib, amma bu cür gözəl xatirələrlə danışdılar, var olun. Növbəti sözü Müzəffər müəllim Məmmədova verirəm. Buyurun Müzəffər müəllim. Söz verdiyinizə görə deməli, bu başlanma ilə deyim ki, biz Samur qəzetinin Sədaqət xanım baş redaktorluğu sizin olduğunuz otaqda çıxardırıq. Yəni, indi sizin burada işlədiyiniz idarədə, bax burada tədbirin keçirilməsi çox gözəldir. Və mən inanıram ki, siz həmişə o keçmiş jurnalistlərə, veteranlara süqağı göstərəcəksiniz. Çünki siz özünüz elə təbiətli insansınız. Mən Vaqif müəllimin bir sözü məni tutdu, dedi ki, qüdrətli jurnalist. Doğrudan da qüdrətli. Bəzən elə sözlər olur ki, sən onu tapa bilmirsən, o mənasını tam versin. Arif müəllimin qüdrətliliyi onda idi ki, ümumiyyətlə belə danışar. Sovet kəndi qəzeti başqa qəzetlərdən fərqli olaraq həqiqətən də təmiz insanlar, gözəl qələmə malik insanlardan ibarət edir. Orada indi heç uzağa getməyək, Arif müəllim kimi qüdrətli bir jurnalist, Vaqif müəllim kimi güclü bir şair, qəşəng şair, Rüstəm kimi güclü bir jurnalist, publisist, neçə kitab müəllifi, Sədaqət xanım kimi mənim redaktorum, deməli, şairliyi yüksək sənətkar, qəşəng jurnalist, kompozitor, nə bilim, rejissor, onun məsələn, o Soyuq Günəş filminə 17 milyon insan baxır. Təsəvvür edin, deməli, Sovet kəndinin yetirməsidir bunların hamısı.
Yəni başqa misallar da çəkə bilərəm, çox misal çəkmək istəmirəm. Yəni doğrudan da Sovet kəndi elə bir zəmin olub ki, bizi yetişdirib. Bir də faktı deyəcəm ki, Kommunist qəzeti bizim ən aparıcı qəzetimiz. Amma Kommunist qəzeti 20-22 min məktub alırdı. Sovet kəndi 25-30 min məktub alırdı. 83-cü ilin fevralında Azərbaycan KPMK-nın Federal Plenumun qərarı ilə Sovet kəndi qəzetinin zəhmətkeş məktublarla iş təcrübəsi bütün Respublikada yayıldı. O vaxt mənə medal verdilər, amma əslində bu medal mənə yox, hamıya düşürdü. Mən yəni demək istəyirəm ki, biz elə bir qazanda qaynamış insanlarıq. Mən Arif müəllimin nəyə görə, Arif müəllimi nə demək istəyirəm? Arif müəllim hər şeydən öncə çox zövqlü insandır. Və Sədaqət xanım şahiddir. İndi də mənim stolun üstündə Sovet kəndi 50 ilinə əlaqədar sizin tərtib elədiyiniz o albom durur. Açırsan, baxırsan, necə zövqlə tərtib olunur, necə gözəl yerləşdirilib materiallar. Arif müəllimin səliqə sahmanı xüsusilə hiss olunur. Onun bir gözəl xüsusiyyəti vardır. Kimə bir çətinlik yox, o saat kömək eləməyə çalışardı. O qədər onu sevirdi ki, mən şəxsən ona həmişə day-day deyirdi. Çünki bizə doğrudan o qədər yaxın insan indi ha. Yəni o hər adamın qayğısına qalmağı çalışır belirdi. Qaldı şairlik söhbətinə. Siz çox gözəl ön söz yazmışsınız. Mən onu oxudum, hamısını. Doğrudan təsirlidir. Amma Arif müəllimin birdən şair kimi meydana çıxması, o da mənim üçün çox təəccüblü oldu. Sədaqət xanımın yazdığı ön sözdə o gözəl bir söz yazır ki, bu cür şair təbiətli insan yazmayı bilməzdi. Haçansa yazacağına inanır. Həqiqətən də elə oldu. Və mən onu oxunurdum, baxdım, oxudum kitabı, birinci kitabı belə açdım mən olmuşsunu. Gördüm doğrudan da Arif müəllimin, düzdür, Arif müəllim o bir sıra şairlər kimi bədii ifadə vasitələri var ki, təşbihdir, istiarədir, mübaliğədir, artan mübaliğə, azalan mübaliğə və başqa şeylər, belə şeylərdə çox uymur. O amma sözünü birbaşa deyir. Çünki oxucuya o da maraqlı deyil. Oxucuya maraqlıdır, görəsən bu müəllif nə deyir? Nə dediyi budur. Bax, hər iki kitabın adında vətən söz var. Bu, bilirsiniz nə deməkdir? Əsərləri oxuyanda hiss edirsən ki, burada şairin vətəndaş mövqeyi var. Çox güclü vətəndaş mövqeyi. Xüsusən mənə təsir elədi, bilirsiniz, mən o 18-ci soyqırımın Quba hadisələrini onu birinci dəfə mən üzə çıxarmışam. 30 il arxivlərdə işləmişəm. O kitabı, 2 kitab çıxım o barədə. O 18-ci il Maşçalarda olan məsələlərlə bağlı Arif müəllim desəydim, məndə də bəzi materiallar var. Mən sizə o materiallardan verə bilərdim. Mənə doğrudan təsir elədi. Siz onu tapmışsınız, əziyyət çəkmişsiniz, onu üzə çıxarmışsınız. Mənə də gəlib böyük zəhmət çəkmişsiniz. Sağ olun ki, bu kitabları, bax, bu cür mən başqa o cəhətlərdən danışmaq istəmirəm. Çünki baxım, sağ olsun, çox gözəl danışdı, Sədaqət xanım çox gözəl danışdı. Mən onu demək istəyirəm ki, Rəşad müəllim, siz elə bir savab iş görmüşsünüz ki, bugün Arif müəllimin bu kitabın təqdimatını təşkil etməklə. Mən elə gəlir ki, bu savab Tanrı tərəfindən nəzərə alınacaq. Belə işləri davam etdirir. O deyirdi ki, biz Müzəffər müəllimlə qoruq. Qorxma söhbəti deyil, bizdə belə qayda vardı. Hər şöbəyə daxil olan məktublar vaxtında işlənib, işlənməyib. O hara göndərilib, nə? Onun açıqda gedirdi. Nəriman müəllim rəhmətlik deyirdi ki, Müzəffər burada mərkəzi komitənin qayda qanunu yaradıb. Doğrudan eləyə daha, bax, biz bir dənə məktubu 5 il, 10 il bunun əvvəl redaks daxil olmuş məktubu 10 dəqiqəyə tapırdıq. Çünki 16 dənə blokla idarə edirdik, tapırdıq ki, harada. Amma məsələn, o bir qəzetlərin yoldaşlar gəlir də ad çəkmək istəmirəm, 2 saata, 3 saata məktubu tapa bilmirdilər. Bir Etibar Əhədov vardı Lənkərandan, bizə də yazırdı, Kommunist qəzetləri, başqa qəzetlər. Bir də Rafiq Zeynalov mərkəzi komitədə işləyəndə gəldi ki, orada bizdə zalda dedi, bəs bu adamın məktublarını tapmaq lazımdır. Mən onu 15-20 dəqiqə üçün tapdım, bütün məktublarını 3 il qava gələn hamısını qoydum onun qarşısına. O biri qəzetlər o ümumiyyətlə o məktubları tapmadılar. Yəni biz belə öyrəşmişdik.
Arif müəllim, siz çox, mən deyirəm, qüdrətli dedi. Siz qüdrətli və onun yanına əgər sinonim kimi istəyirsiniz, qəbul edin, istəyirsə başqa cür, siz həm də çox görkəmli jurnalistsiniz. Və inanıram ki, şair kimi də gözəl özünüzə məxsus qələminiz var. Mən baxdım, məsələn, bu şairlərin, ümumiyyətlə məşhur şairlərin, mən Vaqif müəllimdə çox belə görürəm, onun yaradıcılığında o ruslar raznobrazia deyirlər, müxtəliflik. O məsələn mənə ləzzət elədi. Tərcümə ilə də Sədaqət xanımın şeirləri ləzgicə də həmin şeylər eyni ilə o cür alınıb. Və elə bilərsiniz ki, siz Vaqif müəllimin şeirləri ləzgicə yazmışsınız. Çox gözəl alınır. Sədaqət xanımın şeirlərində xüsusi, məsələn, tamam başqa cür daha. Yəni, şairlərimiz çoxdur, gözəl. Azərbaycan şairlər məskənidir. Rəhmətlik Səmədoğlu deyərdi ki, bizim şairlər bilməsində demişdi ki, siz deyirsiniz, tülkü hiləgərdir. Onun deməklə də uşağı anlada bilməzsən onun hiləgərliyini. Onun hiləgərliyini Abdullah Şaiqin Tülkü Həccə gedir əsərində necə göstərilir, o cür göstərilir. Bax, belə idi, Arif müəllimin o çəklərində biz həmişə məsələn deyərdik ki, Arif müəllim gözəl yazır, heyvandarlıq şöbəsinin müdürü olasan, amma belə çalışıq qalı, o çəklərdə olsan, təbiət təsvirləri verəsən, jurnalistika başqadır da, yaradıcı aləmdir. Bir-birimizə həsədlə, birimizin yaxşı məqaləsi gedəndə sevinirdik, təbrik edirdik. Amma başqa yerlərdə elə deyildi, paxıllıq edirdilər, həsəd barırlar, amma bizdə elə şey yox idi. Vaqif müəllim şahiddir. Öyle de geldi, bizde redaktör oldu, kollektiv bizde bir nətəridir. Bax, biz insanlara, mesela mən Vaqif müəllim, Mehdi müəllim öz qardaşım hesab edirəm. Mən onu ayrı insan hesab edə bilmirəm, bacım hesab edirəm. Mən yəni deyirəm ki, başqa cür mümkün deyil, o qədər biz yaxın edir. Sağ olun Arif müəllim. Sağ olun. Sağ olun Qaydar. Siz həmişə var olun, biz yaşayın və yaraşlı olun. Sağ olun. Müzəffər müəllim, sizdə neçə yaşdır? Məndə 77. 77, maşallah. 77 Müzəffər müəllimin 35 kitabı çaplanmışdır. Öz onun Qanlı Dərə ən böyük tədqiqat əsəri Qanlı Dərə adlanır. Və bilirsiniz, bütün bu tədqiqat işləri Müzəffər müəllimin kitabından sonra başlandı. Qanlı Dərədə muzey yaradılması, o təsirin üstünədir. Mədəniyyət Nazirliyində kitabların Vaqif müəllimində da vardı. Kitabları təqdim elədik biz hamımız. Ki oradan getdim. Mən də o 600 səhifəlik Qanlı Dərə kitabını təqdim elədim. Orada təsəvvürün ki, mən 30 il arxivlərdə işləmişəm, onu üzə çıxarmaq üçün. Kənd və kənd ermənilər hansı kənddən kimin öldürüblər, kimin malını aparıblar, nə qədər, hamısının siyahıları var. Təsəvvürün ki, Mədəniyyət Nazirliyində kitabları komissiya göyə baxış elədi, bizim o kitablarımızı bəyənmədilər. Ad çəkməsən, bir qız uşağının bir təzəcə ikinci kitabıdır, belə balaca. Onun kitabını 100 dənə götürürlər. Sən uşağı Qanlı Dərəni layiq görmədilər. Təsəvvür edin. Amma Mən o vaxt Müstəfanın Əzbəyə deyir ki, o Qubada ermənilər olmayıb, sizlə nə edirsiniz? Deyirəm, nətər mənim kəndimdə olub hadisələr, Qanlı Dərə mənim kəndimdədir, kəndimizdən 70 nəfər qırılıb, necə olmayıb baxı? Sonradan alimlərin köməyi ilə, Allah rəhmət etsin, Ziya Bünyadovun köməyi ilə, başqa alimlərin köməyi ilə arxivlərə girib, bunlar hamısı axtarımdan sonra Dağıstanda, Türkiyədə, Moskvada nələr var, nələr? Sizin kitabınız o soyqırım kompleksində var da yəni? Var, mütləq var. Özdə o soyqırım kompleksində Rəşad müəllim, ilk tərif təşkil olanda materialların xeyli hissəsini mən vermişəm. 20 dəqiqə mənim səsimlə o hadisələrin təsviri gedirdi. Daha indi bilmirəm, son vaxtda xəbərim yoxdur. Demək istəyirəm ki, məndən söhbət getmir. Biz sadə adamlarıq, bizdə Sovet kəndə içində heç belə olmuşuq. Heç vaxt mükafat üçün, ad üçün çalışmamışıq. Amma odur ki, elə gözəl bizim jurnalistlərimiz, bizim müəlliflərimiz var ki, onların əsərləri Respublika Dövlət mükafatına təqdim olunmalıdır. Ona qiymət vermək lazımdır. Bugün sizin bu işə qiymət verib, Arif müəllimin burada tədbirini təşkil etmənizi, inanın ki, mənə elə bir ruh verdi. O qədər sevindim. Doğrudan çox sevindim, Rəşad müəllim. Sağ olun, var olun ki, belə Allah sizə imkan versin, siz belə tədbirləri daha çox təşkil edəsiniz. Arif müəllim, 100 yaşayın, Allah sizə imkan versin. Bu kitablardan çox demirəm, heç olmasa 10 dənə də. Və ümumiyyətlə hər bir işdə, istəyir tərbiyə işi olsun, istəyir ailədə olsun, şəxsi nümunə.
Siz də səbir edin, indi mən tanımıram da sizi ki, mən tanım da müəllifdir də gəlirdi. Sonra işçilər baxıram ki, indi oxunur, yığılır, nə pravka, nə belə falan. Baxıram, görürəm, bu adam axı bu kitaba, əl yazına başqa cür baxır da. Orada hərdə, məsələn, deyək ki, yığım məsələsidir, ondan sonra redaktədə elementləridir, korrektura, digər məsələ. Bunlar hər dəfə narazılıq edirlər. Bax, bu müəllif belə dedim ki, yəni yavaş-yavaş biz artıq Ali müəllimlə maraqlanmağa başladıq. Sonra indi Ədəbiyyat qəzetində çıxdı o yazı, bu biraz da geniş şəkildə. Yəni, böyük maraqla özdə dəvalı verdilər onu. Çox sağ olsun Azər Turanda, yəni kitab haqqında. Və yəni, sizin o sözə münasibətiniz, mətnə münasibətiniz, kitab çap eləmək mədəniyyəti, o xüsusi bir mövzudur. Çünki burada indi filologlar əyləşir, tərcüməçilər əyləşir. İndi siz təsəvvür edin, kitabı gətirirlər, yığırlar kompüterdə, xahiş edin, nə redaktör edin, nə korrekturası olsun, hamısını özüm eləmişəm. Aşağı yuxarı, üçün olmasa qoy annotasiya yazın. Bu annotasiya da lazım deyil. Amma pul da istəmirik buna görə. Yəni ki, bu Ali müəllim, ona görə hər şeyə görə savunur. İndi bəzi adamlar var, siz yaşlı adamlar öz rahatlığı ilə məşğuldurlar. Amma bu ki, bu söz boğçası deyirlər, bu deyir ki, bu yaddaşdır. Elə bir bu xəzinəni ki, bu qədər şeyləri çatdırırsınız bu nəsillərə, bunun özü böyük şeydir. Bir də mən bir şey orada yadınızdan çıxdı. İndi Arif müəllimin hələ təzə səhifəsi başlayır. Bu kəlamlar var ki, Azərbaycan xizət məsələləri, atalar sözləri, afarizmlər. Bunların üstündə bir xüsusi bir gözəlliklə işləyir. Məsələn, ağanın deyişin malı gedir, nökərin canı çıxır, müəllimdə. Yəni, şimdi çıxar da, axı bu malı qazanmasında nökərin əziyyəti az olmayıb. Yəni, belə özünün traktovkasında, öz şəriflə, gözəl belə bir şeylər, hələ bu təzə mövzudur. Yaxşı kitab. Çox sağ olun. Nəfis şəkildə, çox sağ olun. İndi mən Müzəffər müəllimlə soruşum 77, Rüstəmdən də bayaq soruşum 75 dedin yaşı. 75. Məşallah. Bir-iki kəlmə də sən təbrik elə də, biraz indi ağır-ağır danışsan da. Buyur. Hə, evi yox. Çok sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Allah hamınıza can sağlığı versin. Oradan da o güzel illəri Təklifin şey olmasın. Belə tədbirlərin də bir səməri, burada qəfildən ağlıma gəldi. Mən çox istəyərdim ki, Azərbaycan Mətbuat Şurası kənd qəzetinin, yaxud da kənd jurnalının nəşri ilə, amma indi hər yerindən duran bir şey eləməsin, profesional, yəni jurnal olsa lap yaxşı olar. İndi qəzet çəkir, həm də onun internet variantı da ola bilənlər. Məsələn, mən elə bilirəm ki, Mətbuat Şurası Kənd Təsərrüfatı Nazirliyinə, yaxud da hansısa müraciət eləsə, komanda da formalaşır. Siz Allah jurnalistlərin hamısını tanıyırsınız da, belə bir şeylə çıxış edə bilər. Və ikinci məsələdə, mən istəyərdim ki, burada yenə buradakı ideya var. Milli Kitabxana ilə bir yerdə Mətbuat Şurası mətbuatın informasiya bazasını, elektron informasiya bazasını burada, imenli burada yaratmaq lazım gələr. Məsələn, Sovet kəndi, oralarda var o. Onlar onu işləyiblər. Amma sadəcə o şeyləri, bazanı siz mütləq alıb öz saytınızda, haradasa yerləşdirmək çox vacib məsələlərdir. Çünki artıq qəzetlərin bir Sovet kəndi qəzetini mən haradan tapa bilərəm. Mənə ancaq öz arxivimdə olanları eləyə bilərəm. Amma Milli Kitabxanada bu arxivlər var. Onların hamısı elektronlaşdırılır. Bunların hamısının bazası mütləq Mətbuat Şurasındadır. Sağ ol, Hakan. Sağ ol, bir daha təşəkkür edirəm. Siz xanımlar görmədiniz, nə gözəl sözlər, nə gözəl xatirələr danışıldı burada. İndi bu xanımlardan kimi istəyirsə təbrik eləmək, buyurun, təbrik eləyin. Sonra Nərgiz xanıma, sizin adınızı işbəyətdən sorun. Gülşən xanıma da söz verəcəm. Örşən, sən də danışmaq istəsən deyərsən. Buyurun. Mən Arif müəllimi demək olar ki, 40 il yaxın tanıyıram və o bizim
can-cigərimizdir. Mən onu özümə qardaş seçmişəm. Gülşənin başçısı olsam da, Arif mənim qardaşımdır. Gözəl insan, gözəl ata, gözəl dost, gözəl qohum mən deyərdim, hamısı üçün. Arif mənim. Bundan başqa, siz özünüz onun poeziyasını, kitabını təqdim elədiniz, məndən yaxşı bilərsiniz. Amma birinci oxucu onun həyat yoldaşı ilə qızı olub, ikinci olub, üçüncü olub, özüm mən olmuşam həmişə. Arif müəllimi mən can sağlığı arzulayıram. Arif müəllim bizim üçün təbərrikdir, həqiqətən. Çox zəngin bir elmə, poeziya, malik bir insandır, həqiqətən. O hər bir çiçəyə həmişə baxanda bağında, bir ağaca baxanda, yetişdirəndə poeziya gözü ilə baxır, şeir yazır. Mən deyərdim ki, bir kitabında da baldızına da həss edilmiş şeiri var. Kitabın içində də var. Hiç baldıza şeir yazan olmamışdır. Mən saxlayıram o şeiri, kitabların da əzizliyini saxlayıram. Mənim stol-üstü kitablarımdır. Həqiqətən yorulanda, işə gələndən sonra düzdür, mən bu sahədə işləmirəm, həkiməm. Amma onun kitabını oxuyanda, şeirlərini oxuyanda o ağır xəstəliklərlə ünsiyyətdə olduğunu görə mən demək olar ki, tezdən anadan oluram. Fikrim dəyişilir, həyatı başqa cür baxıram. Bayaq biz hamısından tez gəlmişdik bura. Xəbər gəldi ki, rəhbərlik məni çağırır. Girmişəm, öz rəhbərimdir. Bir belə üzr istəyəm, bəzənmirsən, haradan gəlirsən? Dedim, mənim qardaşımın təqdimatı pis deyildi da, mən utandım, dedim, təqdimatdayam. Getdim, sözünü dedi mənə, o işin tapşırıqlar var. Zəhmət çəkmişsən, çox böyük. Zəhməti yoxdur mənim üçün. Çox şad oldum ki, bugün sizin yoldaşlar, sizi tanıyanlar bu gözəl sözləri düzdür, biraz gecikdim mən. Üzülün sayı məndən asılı dördü. Yoxsa səhər desəydilər, səhərdən axşama üçün oturardım. Bu qədər. Çox sağ olun, təşəkkür edirik. Sağ olun, var olun. Rövşən, sən təbrik eləmək istəyən bir kəlmə. Mən atamı tanıyandan, yəni gözümü açısından görmüşəm ki, həmişə iş başındadır. Nə vaxt işinə getmişəm də görmüşəm ki, həmişə stol üstündədir, kağızlara səfərim olsun, stol üstündə yazı yazırmışım. Yəni mən nə deyə bilərəm, can sağlığı, Allah ömür versin, uzun ömür versin Allah. Sağ olun, sağ olun. Bizim bu tərəfdəki xanımlarla kimsə danışmaq istəyir, təbrik eləmək istəyir. Təranə xanım. Və mən özümü çox xoşbəxt hiss edirəm ki, bugün Azərbaycanın qüdrətli, yəni qızıl qələm mükafatı olan bir gözəl insanın yaradıcılıq gecəsində mən iştirak edirəm. Bunun üçün həqiqətən özümü çox xoşbəxt hiss edirəm və burada oturan yoldaşlar o qədər gözəl sözlər dedilər Arif müəllim haqqında. İndi mən Gülşən xanımın iş yoldaşı olduğu üçün mən Gülşən xanım tərəfindən bir neçə kəlmə demək istəyirəm. Həqiqətən Arif müəllimin o qələminin gücü mən deyərdim ki, Gülşən xanımda da çox yük düşüb deyək olar ki. Yəni o yazır. Yəni onun da çox payı var. O yazdırır. Bəli, onun da çox payı var və həqiqətən, yəni mən doğru deyirəm, yəni çox sağ olsun ki, Arif müəllimin həyatında Gülşən xanım kimi bir həyat yoldaşı olub və onun yazdığına və onun özünə böyük dəyər verib. Mən bir, deyim ki, bir sıravi insan Arif müəllimi heç tanıya bilməzdim. Amma Arif müəllimə böyük bir auditoriya, mən öz tərəfimizdən deyirəm, belə qazandırmaq üçün Gülşən xanıma təşəkkür edirəm ki, gözəl bir həyat yoldaşı var və onun qızına təşəkkür edirəm ki, onun da əməyi danılmazdır və o da bugünkü gündə fəxr edir ki, belə bir gənc xanım Xankəndində, belə Qarabağ Universitetində tədris edir. Yəni minnətdaram, yəni hamınıza minnətdaram. Çox sağ olun. Sizə uzun ömür, can sağlığı arzulayıram Arif müəllim. Var olasınız. Sağ olun, çox sağ olun, çox sağ olun. Bizim bu tədbirin təşkilində bizim əməkdar jurnalist, Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə xanım Yusif qızının böyük rolu olub. Əminə xanım sağ olsun, doğrudan da bizim Ahıl jurnalistlərə ciddi yanaşır. Siz də bir-iki kəlmə təbrik eləyin. Və nə gözəl ki, belə insanlar var və mən həm də sevinirəm ki,
köhnə tələbə yoldaşlarımı da gördüm, onlarla da bir yerdə oldum. Sizə uzun ömür, can sağlığı arzulayıram. Nə gözəl ki, varımızsınız. Sağ olun, sağ olun. Həmkarlarımız. Rasim müəllimin də sözü ola bilər. Rasim müəllim də maraqlı oldu ki, Rasim müəllim elə o dövrün adamıdır, maşallah. Həmişə xoş olmuşam. Mən sözümü deyəcəm. Şəkillərlə, video materiallarla deyəcəm. Rasim müəllim oradan da çox bizə İslam, yaxşı bir material, video çarxda hazırlayatsan böyük və şəkillər də yaxşı da saytı var, təcrübəli bizim fotoğrafımızdır, oradan çox yaxşı olduğunun burada olmalıdır. Çox sağ olun. Başqa sözü olan yoxsa xanımlardır. Mən istəyirəm Nərgiz xanıma söz verəm, bir kəlmə Nərgiz xanım danışsın və yaxud. İstək oldu. Biraz ama belə qayıdım, biraz uzun ola bilər çıxışım. Ümumiyyətlə bu bir neçə gün öncə mama ilə bir təhlil elədik anamla mənim həyatımı. Və həyatımın hər mərhələsində atamın həqiqətən də izinin olduğunu gördük, birbaşa olaraq. Uşaqlığım 90-cı illərə təsadüf edib, bütün o ağır acılar, baxmayaraq ki, mən Qarabağlı deyiləm və əlaqəm yoxdur Qarabağla, amma Xocalı, Qarabağ bizim o vaxtki bəlamız, indiki artıq şərəf yerimizdir. Necə ağırlı keçdiyini mən atamın birbaşa qələmindən, atamla söhbətlərindən bilirdim. Və mənim indi hazırda Qarabağda olmağım, Xankəndidə olmağım bu yaxınlarda bir nəfər soruşdu mənə, Elmi Təhsil Nazirliyinin yüksək vəzifə şəxslərdən biri idi. Bəs necə oldu da, yəni əlaqəm falan heç biri yoxdur və onu da düşündüm ki, əslində atamın uşaqlıqda mənə təlqin etdiyi bütün o məsələlərdir, faktlardır. Ona görə mənim hazırdakı Qarabağda olmağım, Xankəndidə olmağım mənim atamın sayəsindədir. Atamın mənə aşıladığı fikirləri və mənə aşıladığı vətənpərvərlik hissi nəticəsidir. Yüksəliş müsabiqəsi dediniz, o yalnız belə yüksək bilik deyil də, insanları anlama, insanları başa düşmə, insanlarla bir yerdə çalışma, məsələlərə biraz yaradıcı yanaşma, problemin həllinə yaradıcı yanaşma tələb edir o müsabiqə. Ona görə orada 15.000 nəfərdən 15-20 nəfər qalib olur. Və burada da siz çıxış elədikcə mən baxdım ki, onu indi gəldim o qənaətə ki, o da atamdan gəlmə məsələlənmiş ki, yaradıcı yanaşma bir çox məsələlərə. Burada da birbaşa atamın rolu var. Və ümumiyyətlə bu məni sevindirən məqam odur ki, burada əyləşən hər bir şəxsdə müxtəlif səviyyədə, yəqin ki, mənim həyatıma təsir etdiyi qədər bəlkə də olmasa, amma hər bir kəsin həyatına bir təsiri olur atamın. Rövşəni burada görməyə mən çox sevindim və Rövşəni mən arzu edirəm ki, bizim münasibətlər daha da isti olsun, daha da yaxın olaq. Anamı qeyd etdiniz, hə, mən, anam ümumiyyətlə mənə görə çox fərqli bir insandır, nə mənada. Uşaq vaxtı bizim üçün valideyn ən belə uğurlu, ən düzgün, ən şəffaf insan valideynimiz olur da. Biz böyüdükcə başlayırıq sorğulamağa. Doğrudan da belədirmi? Problemlərimiz olanda öz çətinliyimizdə səbəb valideyni axtarırıq. Elə bir periyodda olur yəqin ki, 15-25-30 yaş arasında. Sonra artıq başlayırıq daha obyektiv deyə düşünürəm, dəyərləndirməyə həm özümüzü, həm ətrafı. Yeganə insandır ki, indiyə qədər, tam səmimi deyəcəm sizə, anam haqqında fikirlərim heç vaxt dəyişmir. Yəni, uşaq vaxtı necə onu belə, bağışda ata burada bana söz verirəm, həqiqətən də, yəni necə uşaq vaxtı düşünmüşəm, onu subyektiv tərəfdən, uşaq olaraq, anaya bir növ daha çox ehtiyacı olan bir şəxs olaraq. İndi 37 yaşında da mən eyni fikirdəyəm, çox qəribə bir şeydir, heç bir fikir dəyişmir. Bu da onun həqiqətən də düzgünlüyündən, insanlığından, insansevərliyindən irəli gəlir. Düşünürəm ki, ata kimi zərif qəlbə malik olan, biraz fərqli olan, yeri gələndə inciyən və özünə məxsus da, yaradıcı insana məxsus olan xüsusiyyətlərə malik olan, bəlkə də elə anam kimi insan bu həyatı bölüşə bilərdi. Bunu həmişə də deyirəm şəffaf şəkildə. Mən hər biri bizə minnətdarım. Həqiqətən bu soyuq havada gəlmişsiniz. Gənclərə də minnətdarım ki, buradalar, mən göstərlər. Yaşad mən sizə minnətdarım. Başlanğıcda bunu dedim, iki insan. Azərbaycanda siz etdiniz bunu. Türkiyədə də bir qardaşımız var, onu da deyəcəm, o edib. Biz belə yüksək işıqlandırma, nə bilim, mənim əlaqələrim vasitəsilə bəlkə nəsə etməyə, ya anamla, ya nəsə, biz buna meyilli deyilik də və etmirdik. Heç ağlımıza da gəlmirdi. Amma Rəşad müəllim bunu edəndə düşündüm ki, yox, doğrudan da heç olmasa bir dəfə də olsa bunu edib, bir bölüşüb, yığışmaq lazımdır. Çox sağ olun Rəşad müəllim, sırf sizin şəxsi təşəbbüsünüz oldu bu sizin. Həmişə qoy yolunuz işıqlı olsun, qoy, necə ki siz insanlara belə dəyər verirsiniz yaradıcılığa, qoy sizdə də həmişə o dəyəri görəsiniz. Türkiyədə də Hüseyn adlı bizim bir
Hüseyn müəllimlə Mahmud bəy, hə, Hüseyn müəllim bahçesi tanışmamışıq. Mahmud Aslan bizim çox yaxın bir dostumuzdur. Türkiyə Hakiş Konfederasyonunun rəhbəridir. Türkiyədə ümumiyyətlə bilən həmkarlar ittifaqları sahəsində çox öncül şəxslərdəndir. Və bu kitabı elə aldıqdan sonra bir neçə şeirini oxudu və dedi ki, burada türk millətlərindən gedirsə, türkün birliyindən gedirsə, biz bunu hər iki dildə çap eləyəcəyik. Bildirmək istəyirəm ki, hazırda artıq digital olaraq, yəni elektron olaraq kitab yekunlaşmaq üzrədir. 2 belə hissəlidirsə, hər şəklini göndərdilər mənə öz qabağımın. Azərbaycan və türk dilində və 20 min nüsxəyə yaxın ilkin çapda buraxacaqlar və bütün Türkiyənin dövlət qurumlarına, bütün ümumiyyətlə bu millətçiliklə bağlı olan qurumlara bunu bölüşəcəklər. Başladı Rəşad müəllim, əlimiz düşərli oldu. Davam etdi Türkiyəyə. Bir daha təşəkkür edirəm, var olasınız. Sağ olsun. Çok yaxşı. Sizin varlığınız da elə biləm tələbələr üçün bir stimuldur. Yəni, necə yol keçmişsiniz, valideynlərin təsiri, özünüzün əzmkarlığı, inatkarlığı və bu gün Azərbaycanda da orada da yüksəliş müsabiqəsində də uğur qazanmaq hər bir xanımın işi deyil. Buna görə də biz sizlə də qürur duyuruq və uğurlar arzuluyuruq. Demək, həkim sizin adınız nə oldu? Üzr istəyirəm, əyləşin. Elmira xanım. Onda Gülşən xanım da həkimdir, yoxsa başqa yoxsa? Xarici dilləri bitirmişəm, amma müəllim işləməmişəm bir zaman. O vaxt partiya komsomol işi oldu. Komsomoldan sonra da hal-hazırda Həmkarlar İttifaqında çalışıram. Respublika Həmkarlar İttifaqında baş katibi vəzifəsində. Çox gözəl. Artıq təqaüddəyim, amma çalışıram, işləyirəm. Buyurun, siz də təbrik sözlərinizi deyin. Sizin haqqınızda da dedilər. Doğrudan da bu həyat yoldaşının 85 yaşa gəlib çıxması ilk növbədə onun xanımına. Dedimiz 85 deyirik, bili də. Keçən il alınmadı, biraz arada sonra əməliyyat falan oldu da. Əsas kitab, orada kitab var. Buyurun Gülşən xanım. Çox xoşdur mənə bugün. Deyərdim ki, mənim həyatımda ən dərin iz bıraxan tarixi bir gündür. Arif müəllim haqqında burada çox danışıldı. Arif müəllim hamı dedi, gözəl insan, gözəl ata, gözəl yoldaş, hər şey gözəldir. Arifə ancaq nə arzulayıram, Arif sənə biraz möhkəm ol, dedi. Yox, möhkəm ol. Bu gün sabah möhkəm ol. Hər gün sənə ona deyir ki, Arif orada üzgüdə baxır ki, bugün mən dünənki qədər yaxşıyam, daha sağlamam. Görsən nə gözəlliğini, gör, nə xoş sözlər eşitdin sən bugün. Çox. Hamımıza can sağlığı arzulayıram. İnan ki, bir o qədər üstə gələcək inşallah. İnşallah. Amin. Sağ olun, amin. Gülşən xanım, sağ olun. Sözüm çox ürəyim doludur, amma biraz çətinliyi çəkir. Amma bir yerdə xahiş edirəm, mən Gülşənə həsr etdiyim şeiri oxuyurum. Çox gözəl, çox gözəl. Sən bilirsən. Yarı zarafat şey. 45 ildir birliktəyik. Sanıram ki, əsr olur. Həyatımız başdan başa, vərəq-vərəq şeir olur. Yazılmamış nəsr olur. Baxışımdan durursan ki, dediklərim nə olacaq? Duruşumdan hiss edirsən, acam, toxam, yediklərim nə olacaq? Bir söz gələndə dilimə, mən deməmiş, sən deyirsən. Gəzməyə çıxaq deməmiş, libasını geyinirsən. Şeir dolansa başımda mövzusunu bir tapırıq. Sevinirik hər sətrinə, sanki qızıl gül sapırıq. Qızım çoxdan söyləyir, adında bir at da var. O sənə günəş deyir, işıqlı, şən, bəxtiyar. Aha, indi tapmışam. Nəymiş bu öncə bilmək? Nəymiş qəlbimdəkini məndən tez mənə demək? Sən qəlbimə bir güləşdir, girirsən. İşıq salıb, onu aydın görürsən. Nə var, nə yox, məndən də tez bilirsən. Əssalam. Bundan gözəl həyat yoldaşı, tanrı olması olmaz. Mən düzdür, istəyərdim ki, Nərgiz xanıma yazdığınız şeir olsa onu da oxuyasınız. Onu oxuyaq. Məncə onu oxuyaq. Nərgiz burada Azərə şeir yazır, o iki oğluna, onun zəhmət olmasa. Bircə dəqiqə.
Onu məncə oxumuyorum. Okuyan. Nergiz yok. Hakim Hanım'a ait şiiri de olur. Azerler de. Azer böyle oldu. Bu şeyin içinde var. Veya senleri görüşmek edebilir. Bakın çok makul. Azer Verdiğin kim okuyor? Yok, benim hoşum geldi. Var benim. Ama bundan Var güzel benim. olmaz yarada Səmimidir də, ya. Ha. Şeir nətər olar? Mövzunu deyir ağlıma geleceğim bir yerde. Mən oxuyum Azəri. Burada Azer yok. Azer olsun. Özün oxuyursan. İlk oku. Yok yok. Sen oku. Oku, siz okuyun. Bu gözlük kaldı. Səndən icazəsiz vətən bağışla. İlk oğluma mən adını vermişəm. Atəşgahın sönməyən alovundan zərrə boyda nur odunu vermişəm. Bu adətdir atalarda həmişə. İstər oğul igid, qəhrəman olsun. Mən deyirəm oğlum həyat yolunda vətəninə layiq bir insan olsun. Bir bayraq tək başı üstə saxlasın o müqəddəs, təmiz ülvi adını. Vətənimin dar günündə xərcləsin qəlbindəki atəşini, odunu. Sayıq dursun yurdunun keşiyində, hamı ona Azər desin, can desin. Cavabında o da qürurla, şəslə, bu mənim borcumdur Azərbaycan desin. Çok sağ olun. Rövşən üçün yazmışdı. 73-cü il, 25 Mart. Bütün tarixlərin nər oğludur o. Türkün hünər rəmzi, Koroğludur o. Onunla fəxr edir Azərilər də, milyon Koroğlu var Azərilərdə. Biri də sən oldun bugündən oğlum. İlk bahar günündə övladım oldun. Novruz gəlişi ilə gətirdi səni, Azərə arxa mı yetirdi səni? Təkcə Azərə yox, hər dosta yara arxa dur, köməksiz arxasızlara. Elsevər bildiyin igidlərlə sən çiyin-çiyinə dur, sevinsin vətən. Unutma əslini, kökünü oğlum, baxım əməlinə, bəxtiyar olun. Azəri oğlusan, sən türk soylusan, rövşənsən, sən igid, nər Koroğlusan. Mənimki çox belə şeydir, Ben icazə verin vaxtı. Okuyun diyor Nergis Hanım'a yazılan. Bu Nergis Hanım'a da yazdığını okuyor. Ne vakit gelmesin? Neçinci yıl? Yakın. 22 bu sifarişli şeir, mən sifariş edirəm. Sən öz zəkanla, sən öz biliyinlə tamamdan qızım, çağdaş yüksəlişin mübarək olsun. Yolun daş kəsəkli, özün mübariz, zəkan taliyinə qoy çıraq olsun. Uşaqlıqdan liderlik var canında, təhsil aldın şimal, qəlbən canında, biliyinə səkan verdi adada, çalışmağın gənclərə örnək olsun. Gəzmişsən dünyanın çox ölkəsini, yeni yüksəlişlər gözləyirsən. Qlobal problemli yer kürəsini amalın dərində öyrənmək olsun. Təhsildə, elmdə sənə yox sözüm, deyir anan Gülşən, ay iki gözüm, ailə qur, övladların böyüsün, hər işi vətənə bir dirək olsun. Amin, amin. Benim İslam kızımın insanları yoksa bu arzudur. Güzel arzudur. Bizim burada bu tədbirlərin bir ənənəsi var ki, toplu alanda şəkil çəkdir. İndi xanımlar gəlsinlər, siz oturun, biz də arxadan dayanaq, hamımız yerləşəcəyik Rasimin kamerasına. Hə, Rasim? Yaxşı, əla. Necədir? Bura baxın, anladım. Uğurlu baxsın. Gəl. Təşəkkür ederim. Sakit, sakit.